Martın 31-də saat 11:10 radələrində Ermənistan Silahlı Qüvvələrinin Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun mövqeləri atıcı silahlardan atəşə tutulub. Baku Postas xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Son günlər mütəmadi olaraq Azərbaycan ordusunun bölmələrini atəşə tutan, eləcə də mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirilmişdir. Cəhd göstərən Ermənistan tərəfi təxribatlarını ört-basdır etmək məqsədi ilə dezinformasiyalar yayır. Bildiririk ki, Azərbaycan ordusunun bölmələri tərəfindən güya Xanazax yaşayış məntəqəsinin atəşə tutulması barədə Ermənistanın yaydığı məlumatın heç bir real əsası yoxdur. Tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır. Qarşı tərəf bu cür yalan və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və təxribatlarını gizlətməyə cəhd edir deyə məlumatda qeyd olunub.